Bir kardeşimiz yazdı bana Ağcabədidən. Dedi cavan yaşında bacım dünyasını dəyişib, bir körpəsi qalıb. İstəyirəm bacımın əziz xatirəsinə bir şeir yazıb səsləndirəsən qardaş. Allah məkanını cənnət, ruhunu şad eləsin inşallah. Bu şeirimizdə qardaşı Fərahim tərəfindən cavan yaşda dünyadan köçən, vaxtsız, vədəsiz dünyadan köçən bacısı Bənövşə xanımın əziz xatirəsinə həsr olunur. Yazmışam ki, yada düşür sənlə keçən günlərim. Gecə gündüz ağlayıram ay bacı. Darıxmışam sənin üçün qayıt gəl, ürəyimi dağlayıram ay bacı. Nur üzündən gülüş əksik olmazdı. Cavan ömrün saralmazdı, solmazdı. Yazı yazan ömrü yarı yazmazdı, qara yazıldı bəxt talehin ay bacı. O körpəni necə başa salım mən? Darıxanda səni deyir, səsləyir. Başa düşmür, dil anlamır ay bacı, gecə gündüz yollarını gözləyir. Hər dərdinə, hər sərinə yoldaşam. Mən bədbəxt bir bacısız qardaşam. Dərdim çoxdur, dərd içində qalmışam. Çətin işdir, ağır dərddir ay bacı.